Ailə dəyərləri silsiləvi çəkilişlərimizin ailə barəsində olan demək olar ki, bütün mövzular barəsində qısa və yaxud ətraflı şəkildə danışmışıq. Amma bəzi mövzular var ki, o mövzular ki, qısa şəkildə olub və sonradan onların barəsində müəyyən suallar yaranıb deyənə, o suallar barəsində suallara əsaslanaraq yenə də bir neçə mövzunu danışmağımız lazımdır. Ümumiyyətlə bugünkü mövzumuz budur. Ailə ümumiyyətlə ədəbin məkanıdır, ədəbin ünvanıdır. Əslində belə olmalıdır. Sual da budur ki, bu yaxınlarda məsələn rastlaşdığımız bəzi ziyalı şəxslər, bəzi məsələn digər sahələrin mütəxəssisləri ki, cəmiyyətdə fəal insanlardır, yazılarında və yaxud danışıqlarında bu şeyi qabardırlar. Ki, məsələn, hətta məzəmmət eləyirlər, elində desək, ələ də salırlar ki, yəni bu düzgün şey deyil, uşağa düzgün məlumat verilməlidir. Biz danışacağımız mövzu budur ki, əslində danışmışıq ki, uşağın hansı suallarını valideyn cavablandırmalıdır və hansı suallardan yayınmalıdır. Elə məsələ də budur. Məsələn, o şəxslərin ələ salaraq dediyi, məzəmmət eləyərək dediyi sözlərdən biri budur ki, uşaq ki, bir çox hallarda öz valideynindən, ata və yaxud anasından soruşur ki, mən necə dünyaya gəlmişəm, mən necə yaranmışam. Məsələn, hər bir valideyn də müxtəlif cür cavab verir. Əslində biz bunu iki kateqoriyaya bölsək, bir adi insanlar, bir də dindar ailələr, dindar valideynlər. Adi insanlar məsələn müxtəlif cür cavablar verirlər ki, məsələn biz səni bazardan almışıq. Biz məsələn hətta bu sözü, bu məsələni qabardan insan məzəmmət deyir ki, məsələn bəzi valideynlər deyirlər ki, uşağa deyirlər ki, biz səni məsələn kələm gül açdı, biz səni o gülün arasından götürmüşük və yaxud bir hacı leylək gəldi, quş gəldi, səni dimdiyində gətirdi. Bu cür deyir cavablar verirlər. Əslində bu düzgündür. Açıq şəkildə necə dünyaya gəlib, onu uşağa izah eləməlidir valideyn. Yəni, öz çılpaqlığı ilə. Bəzi valideynlər də, dindar valideynlər, məsələn, sadə, elə bu suala sadə cavab verməklə üstündən keçirlər. Çox, belə deyək, bu sualın üzərində, cavabın üzərində qalmırlar. Məsələn, cavab odur ki, Allah səni yaradıb. Təbii ki, burada uşaq yenə sual verir ki, necə olub yaranmışam. Valideyn təbii ki, orada müxtəlif sözlərdən, müxtəlif ibarələrdən istifadə eləyərək bir növ uşağa izah eləyir. İndi bu görək, həmin o şəxslərin dediyi məsələ ki, uşağa çılpaqlığı ilə deyilməlidir, bu düzgündürmü, yoxsa yox? Təbii ki, kökündən səhvdir, düzgün deyil. Uşağa hər bir şeyi çılpaqlığı ilə demək olmaz. Hansı cəhətdən, hansı yanaşma ilə baxsaq, hansı baxışla, hansı baxış bucağı ilə baxsaq belə, burada ədəb məsələsinə görə, ədəbin, həyanın qorunmasına görə birinci önə bu çəkilməlidir. Qorunmasına görə bu məsələ çılpaqlığı ilə deyilməməlidir. Çünki onsuz da belə deyək də, uşaq bu şeyləri müəyyən yaş dövründə öyrənir, bilir bunları. Amma ədəb qorunsun deyənə valideynlər gərək elə bəzi sözlərlə deməklə istifadə eləsinlər, bu sözlərdən istifadə edib, uşağa çılpaqlığı ilə deməsinlər. Əslində onsuz da bir çox həyalı valideynlər, ədəbli valideynlər bunu dilinə belə gətirə bilmir. Ən adi, burada iki məsələni qabartmaq olar. Məsələn, bir bizim milli mentalitetimiz, dəyərlərimiz. İkincisi də mənsub olduğumuz dini dəyərlərimiz. Bu iki şey, ən əsası bu iki şey bizə icazə vermir ki, biz bu məsələni çılpaqlığı ilə danışaq. Hansı bir valideyn öz övladına, az yaşlı uşağına, uşaq necə dünyaya gəlib, hansı proseslər keçib dünyaya gəlib, onu çılpaqlığı ilə izah edir. Hətta o demək deyil ki, uşaq kör-körənə böyüyür. Onsuz da uşaq bir yaş dövrünə çatanda bu məsələni öyrənir, bilir. Bəzən ola bilər ki, hətta valideynindən də yaxşı bilsin bu məsələni. Amma burada ədəb qorunmalıdır, saxlanmalıdır. Uşaqlar onsuz da öyrənəcəklər vaxt gələndə. Necə ki, bugünkü günümüzə qədər elə o işlə razı olanlar və olmayanlar hamısı da belə öyrəniblər. Amma deyilməsi kökündən səhvdir, düzgün deyil. Nəyə görə? Ona görə ki, bəzən hətta insanın təbii ehtiyaclarını ödəməsi zərurəti yarananda belə insan onu çılpaqlığı ilə demir.
o istəyini çırpaqlığı ilə dilinə gətirmir. Müəyyən mədəni sözlərdən istifadə edir ki, mən məsələn bu təbii ehtiyacımı ödəmək istəyirəm. Hətta orada nə proseslər gedir, onu da gəlib sonradan danışmır. Təbii ki, cəmiyyət arasında, hətta ailənin içində belə. Niyə görə? Çünki ədəbə görə. Ədəb qorunmalıdır. Və o məsələlərdən biri də uşağın dünyaya gəlməsi prosesidir ki, bu məsələ də ədəbə görə qorunmalıdır, saxlanmalıdır. Əslində görün nə baş verir. Əgər valideyn bunu eləmirsə, uşaq da bir yaş dövrünə çatanda ki, bu məsələləri öyrənəndə və biləndə ki, valideynimdən o vaxtı, uşaq vaxtı mən soruşmuşdum və mənə cavab verməmişdi, yəni düzgün cavab verməmişdi, belə deyək, əsl həqiqət nədir onu deməmişdi. Niyə görə deməmişdini düşünür və fikirləşir ki, niyə görə gizlətdi axı məndən? O gizlətməsinin səbəbini 99% uşaqlar bilirlər ki, deməli bu ədəb çərçivəsindən kənar olduğuna görə, ona görə valideynim bunu məndən gizlətdi. Bunu mənə açıqlığı ilə, çılpaqlığı ilə demədi və bu məsələ uşağın şuuraltısında, zehnində, yaddaşında bu cür qalır ki, deməli bu məsələlər ədəbdən kənar, yəni açıqlığı ilə danışılması ədəbdən kənar olduğuna görə o da bu işi, bu məsələni bir növ gizlin saxlayacaq. Və ikinci tərəfi, dindar ailələrin uşaqlarına verdiyi cavab ki, səni Allah yaratmışdır. Bu uşaqda bir müsbət təsir qoyur. Biri, danışdığımız məsələ ki, ədəb məsələsinə görə gizlin saxlanması. İkincisi isə səni Allah yaradıb. İkinci müsbət təsir də budur ki, həmin o uşaq hər zaman yaradan barəsində, necə yaradır filan, bu şeylər barəsində, məxsusən yaradan barəsində şuuraltısında, yaddaşında bu qalacaq və onun üçün çox böyük gələcəkdə müsbət təsir olacaq yaradanı barəsində maraqlanmaq məsələsində, onu tanımaq məsələsində. İndi gəlin məsələnin digər tərəfindən, ələ salmaqla, məzəmmətlə deyilən tərəfinə baxsaq ki, məsələn, hansısa bir valideyn öz övladına, az yaşlı uşağına çılpaq şəkildə bu məsələni izah eləsə, həmin uşağın gözünündə valideyn hörmətdən düşər, təbii ki, böyüyəndən sonra. Və çox mənfi təsir qoyar onda. Çox xoşa gəlməz işlər baş verir. Hətta o həddə çata bilər ki, o qədər açıq-saçıq ola bilər bu məsələ onun üçün ki, bu işi məsələn, nəinki valideynlərinin, digər insanların qarşısında da məsələn, işi görməkdən həya eləməz. Bu, baxın, indi bu məsələ yaxşıdır, yoxsa hələ övladdan bu məsələni gizlətmək yaxşıdır. Belə məsələlər cəmiyyətdə bəzən təbliğ olunur. Bunların bir növ danışan insanlar bunun nə ilə nəticələnəcəyini düşünməlidir ki, ən azından ki, bu şeyləri bu şəkildə danışmasın. Hətta danışıq tərzini də bu cür seçməsin ki, məsələn, bu məsələni belə ələ salıb danışmasın ki, bəzi insanlar da bundan, belə deyək də, təbliğatını, dediyi sözü daha da ələ salmaqla gücləndirməsin ki, qarşı tərəflərdə insanlarda da bu cür təsir qoymasın və cəmiyyəti, uşaqlar ki, cəmiyyətimizin gələcəyidir, onlarda bu cür, belə deyək, ədəb, həyadan kənar işlərin formalaşmasına, düşüncələrin formalaşmasına gətirib çıxarmasın. O ədəb qaydalarından ki, danışdıq, onlardan biri də budur ki, ailə, biz keçən dəfə danışdığımız mövzunun davamı olaraq həm də elə bu mövzudan aiddir ki, valideyn gərək övladın gözündən düşməsin, yəni hörmətdən düşməsin. Valideynin ehtiramını, hörmətini saxlasın. Bu məsələ də elə həmin məsələlərdən biridir, demək olar ki. Çünki وَبَسَّيْنَ الْاِنْسَانَ بِوَالِدَيْهِ Quran-ı Kərimdə Allah təala buyurur ki, biz insana valideynini, ata və anasını tövsiyə elədik. Onları ona tapşırdıq ki, yəni onlardan müğayət olsun. Ədəb, hörmət, ehtiramını valideynlərinin saxlasın, onları incitməsin. Hətta ayənin bir yerində buyurur ki, ənişkurli və li valideyk. Mənə şükür elə, mənə təşəkkür elə və valideynlər və ata və anava təşəkkür elə. İnsan övladını itirərsə, yenidən övlad qazanmaq müəyyən mənada şansı var. Amma valideyn itirərsə,
valideyni qazanmaq şansı yoxdur. Valideyn seçimində insan ixtiyar sahibi deyil demək olar ki. Ona görə valideynin qədrini bilməsini Allah Taala Qurani-Kərimdə bu cür mühüm şəkildə tapşırır. Valideynin ehtiramını, hörmətini qorumaq, saxlamaq. Valideyn də diqqətli olmalıdır ki, müəyyən məsələlərdə elə rəftar eləməlidir, elə davranmalıdır övladla ki, onun hörməti, ehtiramı aradan getməsinə övlad tərəfindən səbəb olmasın. Keçən dəfə demişdik, Qurani-Kərimdə də var, hədislərimizdə də var ki, bəzən Allah bir mühüm məsələni çatdırmaq üçün müəyyən məsələlər çəkməklə istifadə edir, müəyyən misallar çəkir ki, məsələn, atanın misalını çəkir, qardaş misalı çəkir, hətta ana misalı çəkir. Məsələn, məşhur hədislərimizin birində var ki, Allahın mərhəməti barəsində danışılanda olur ki, Allah öz bəndələrinə qarşı, hədisin məzmunu belədir, Allah öz bəndələrinə qarşı ananın övladına olan mehribançılığından, mərhəmətindən də qat-qat artıq mehriban və mərhəmətlidir. Necə ki, ana öz körpəsinə, öz övladına, öz uşağına qarşı mərhəmətlidir və bu mərhəməti zahirən, aşkarda, tamlığı ilə bütün övladlar hiss eləyirlər. Yəni bunu çatdırmaq istəyir Allah Taala ki, yəni mən ondan da qat-qat öz bəndələrimə, yaratdıqlarıma qarşı mərhəmətli və mehribanam. Burada hədisin içində ananın misalı çəkilir, ana misalı çəkilir. Təbii ki, rəhmət və mərhəmət və mehribançılıq mövzusunda. Yenə diqqəti hara yönəldir? Yenə də anaya. Məsələn, hədislərin birində var ki, Həzrət Peyğəmbər sallallahu əleyhidən bir qadın gəldi, soruşdu ki, ya Rasulallah, sən deyirsən ki, Allahın mərhəməti bu qədər genişdir, vəsiət rəhməti kullə şey, mənim rəhmətim hər bir şeyə əhatə eləyir, Qurani-Kərim buyurur. Deyirsən ki, bu qədər mərhəmətlidir, hətta anadan da mehribandır, anadan da mərhəmətlidir bəndələrinə qarşı. Amma mən bunu deyim ki, mən məsələn heç vaxt öz övladlarımı, öz balalarımı götürüb təndirin içində, ocağın içinə atıb yandırmaram. Əgər mən anayam, əgər Allah məndən də bəndələrinə qarşı mərhəmətli və mehribandırsa, niyə görə ayələrdə də var və sən də deyirsən, ya Resulallah ki, bəzi günahkar insanlar gedib odun içində, ateşin içində, cəhənnəmdə yanacaqlar. Axı, mən öz övladımı odun içinə atmaram. Mənim mərhəmətim, mehribançılığım, məhəbbətim buna icazə vermir. Allah niyə görə bəs atır, yandırır cəhənnəmdə? Həzrət Peyğəmbər sallallahu əleyhi onun çəkdiyi misalla həmin qadına izah eləyir, başa salır. Deyir ki, xanım, neçə övladın var? Deyir, 3 oğlum var. Deyir, təndir, çörək bişirirsən, çörək yapırsan? Deyir, bəli. Uşaqların az yaşlı deyir, bəli, bir lap körpədir, o birisilər biraz ondan böyükdülər. Yəni, balaca az yaşlı uşaqlardır. Deyir, sən məsələn, xəmir yoğurursan, kündələri hazırlayırsan çörək yapmaq üçün, baxıb görürsən ki, çörəyin azdır, unun da yoxdur və təndiri də, ocağı da yandırmısan, istidir, hazırdır. Gedirsən qonşudan borc un almağa. Gedəndə tapşırırsan uşaqlarına ki, mən gedirəm, təndir istidir ya, bu təndirə yaxınlaşmayın, nə bağda. Yaxınlaşarsınız, birdən yandırarsınız, düşərsiniz içində, yanarsınız. Tapşırırsan uşaqlarına, gedirsən, 5 dəqiqə məsələndirəm. Getdin qonşuya, qayıtdın, gəldin. Gələndə görürsən ki, uşaqların düşüb təndirin içində bir-bir yanıblar. Burada sənin mərhəmətin bir problemi var, mehribançılığın, məhəbbətin bir problemi var, deyir, yox. Niyə görə yoxdur? Deyir, çünki mən tapşırdım gedəndə ki, oddan özünüzü qoruyun. Deyir, Allah Taala da bütün bəndələrinə dəfələrlə tapşırıb ki, və la tulqu bi eydikum ilə təhlükə. Özünüzü, təbii ki, hədisdə bu ayə yoxdur. Bu ayəni qeyd edim Həzrət Peyğəmbər. Özünüzü oddan qoruyun. Yəni, özünüz öz əllərinizlə özünüzü odun içinə atmayın. Yəni, bəzi günahlar eləməklə insan, Allah ki, tapşırıb ki, bu şeyi eləmə. Eləsən, yanarsan, cəzası oddur.
Allah da tapşırıb, amma insan özünü yandırır. Bu hədis həm bizə onu başa salmaq istəyir ki, Allahın mərhəməti, rəhməti bizim üçün çox böyükdür, çox böyükdür. Amma bəzən biz onu göz ardına alırıq və bəzi işlər görməklə özümüz üçün od qazanırıq, özümüzü odun içine atırıq. Bunu çatdırmaq istəyir. Digər tərəfdən də diqqəti bir məsələyə yönəldir. O məsələ də hansıdır? Ana məsələsi. Ki, ənişkurli və li valideyk, mənə təşəkkür elə və öz ata və anava təşəkkür elə. Yəni, hər zaman onların şükür eləmək nədir? Şükür eləməyin mənası bu deyil ki, mən şükür eləyim ki, ilahi şükür sənə, mənim atam və anam sağdırlar, mən onların yanındayam, xidmətindəyəm. Yox, bu şükrün dildə olan, belə deyək, mənasıdır. Əslində şükrün mənası budur ki, insan bir işi Allah istədiyi şəkildə, Allahın tapşırığı əsasında, yəni düzgün olan şəkildə yerinə yetirsin. O yerinə yetirilməsi həmin işin bir növ sahibinə şükrü yerinə yetirmək deməkdir. Mənə əl verilib, bu bir nemətdir. Əlimi düzgün olan işlərdə istifadə eləməyim Allahın şükrünü yerinə yetirməkdir. Yox, əlim hər hansı bir düz olmayan, səhv olan işlərdə daim iştirak eləyirsə, işlədirəmsə mən bunu və dilimlə də buna görə şükür əlimin sahibinə, əlimi mənə verənə şükür eləməyim, bu çox cılız bir şeydir. Hətta düzgün olmayan, hətta bəzi hallarda bir şeydir ki, mən düzgün istifadə eləmirəm, amma dilimdə şükrünü yerinə yetirəm. Mən bu tərəfdən valideynimə hörmətsizlik edirəm, o bir tərəfdən o cür valideynlərimin mənə nəsib eləyən Allaha şükür edirəm. Bu da düzgün şükür deyil. Ənişkurli və li valideyk, mənə şükür elə, mənə şükür elədiyim, təşəkkür edeyim ki, yəni valideynlərimə də şükür elə. Yəni onların xidmətində dayan, onları incitmə və la təqul ləhumə uffin. Onlara hətta uf kəlməsini belə demə. Yəni ən belə qısa bir söz, ən belə ondan, hətta hədisdə var ki, ondan artıq bir söz olsaydı Allah Taala Qurani Kərimdə gətirərdi. Uf kəlməsindən artıq bir söz olsaydı. Gərək valideynin xidmətində dayanıb, bu dayanmaq həya məsələsidir, xidmətdə dayanmaq, valideynin hörmətini, ehtiramını saxlamaq ədəb məsələsidir. Bir hədislə sözümüzü tamamlayardıq ki, o da məşhur bir hədisdir və çoxlarının eşitməsi lazım olan və həyata keçirməsi lazım olan, yaşaması lazım olan bir hədisdir. Həzrət Musa Peyğəmbərin dövründə baş verib. Həzrət Musa Peyğəmbər bir gün Allahdan istədi ki, ilahi, mən istəyirəm behişdə mənim qonşum kimdir, mənə yaxın olan kimdir? Onu mənə bu dünyada tanıtdırasan. Allah Taala vəhiy elədi Həzrət Musaya ki, ay Musa, get bazarda bir qəssab var, cavan oğlandır. Həmin qəssab behişdə sənin qonşundur. Çox maraqlı gəldi Həzrət Musa Peyğəmbərə. Gəldi bazara, həmin qəssabı tapdı. Kənardan izlədi bunu ki, görün bunun qeyri-adi, müsbət nə işi var ki, bu onsuz da behişdə əhli ola bilər, amma gəlsin behişdə Peyğəmbərlə bir məqamda olsun. Bu təəccüblidir ki, görəsən bu hansı işin sahibidir. Gəlir, görüşür, salam verir. Həmin şəxs tanımır ki, bu Musa Peyğəmbərdir. Görüşür həmin şəxslə, deyir ki, icazə olar ki, bir neçə müddət, məsələn, bir neçə dəqiqə belə deyək, sənin bu mağazanda əyləşim, sənin yanında əyləşim, bir əlbəttə ki, olar. Gəlir, oturur yanında və izləyir. Baxır, görür ki, yox, bu qeyri-adi bir iş görmür. Düzdür, tələzidə allatmır, çəkidə allatmır, amma qeyri-adi bir iş də görmür. Ki, bununla deyir, yəqin bunun evində nəsə qeyri-adi, müsbət bir işi var. Digərlərindən fərqli ki, bu gəlib bu məqama çatıb. Deyir oğlana ki, olar ki, bugün sənə qonaq olum, mən istəyirəm bugün sizdə qonaq qalam, sənin evində gecəliyəm. Həmin şəxs də sevinirdi ki, lap yaxşı olar, mən amma işimi tamamlayım, bir yerdə gedərik. Tamamlayır işini, bir yerdə gəlirlər, yenə də qeyd edeyim ki, həmin o cavan oğlan Musa Peyğəmbəri tanımır. Gəlirlər birlikdə, daxil olurlar həyətə. Həyətə daxil olunca Musa Peyğəmbər baxır, görür ki, bir balaca daxmadır. Bu həyətin ortasında, daxmanın qabağında böyük bir ağacdır. Amma ağacdan nəsə asılıb, bir zəmbil asılıb.
Həyata daxil olan kimi cavan oğlan deyir, Musa Peyğəmbərə yer göstərir ki, sən get əyləş orada, mənim çox vacib bir işim var, bu işimi tamamlayım, sonra gəlim sənin xidmətində dayanaram. Musa Peyğəmbər göstərilən yerdə əyləşir və izləyir kənardan. Baxır, görür ki, bir kəndirlə zəmbil asılıb, kəndirə bağlıdır, asılıb ağacdan çox hündür bir yerdə. Böyük bir zəmbildir. Bu oğlan kəndiri açdı və zəmbili saldı aşağı. Musa Peyğəmbər baxır, görür ki, yaşlı bir qoca qadındır. O qədər qocalıb ki, öz-özünü idarə edə bilmir, hərəkət edə bilmir. Bu oğlan başladı onun xidmətində dayanmağa. Təbii ehtiyaclarını ödəmək üçün kömək elədi və onu qidalanması üçün, yemək yeməsi üçün kömək elədi, yedizdirdi və bütün işini tamamlayandan sonra qulağını yaxınlaşdırdı qadının ağzına. Qadın nəsə pıçıltı ilə, çox zəif səslə nəsə dedim onun qulağına. Oğlan da əlini açdı, dedi ki, ilahi amin. Və yenidən qaldırdı zəmbili ağacın üstünə, gəldi Musa Peyğəmbərdən üzrxahlıq elədi ki, səni gözlətdim burada, süfrə açdı. Musa Peyğəmbər tutdu əlindən bunu, dedi ki, gözlə, mənə bir şey qaranlıq qaldı. O kimdir, niyə görə zəmbildə saxlayırsan, niyə görə evdə yox, ağacda saxlayırsan? Həmin oğlan cavab verdi ki, o mənim anamdır. Və mən, atam çoxdan dünyasını dəyişib. Aman zaman bir dənə anam var. Onun da bir dənə oğlum mənəm. Mən onun xidmətində dayanıram. Amma niyə görə ağacda saxlayıram, o zəmbildə saxlayıram? Çünki mən təbii ki, gedib gündəlik ruzimi qazanmalıyam. Çörək pulumuzu qazanmalıyam. Onun üçün mənim də əlimdən bu iş gəlir ki, heyvan kəsib ətini satmaq. Bu işi görürəm. Hər gün səhər gedirəm, axşamüstü də qayıdıb evə gəlirəm. Nə lazımdır bazarlıq eləyib gətirirəm və mən evdə olmayan müddətdə anamdan nigaran qalmayım deyənə onu ağacda, zəmbilin içində əminaman bir yerdə saxlayıram ki, məsələn, evdə oğru girib xətər yetirməsin, digər başqa, məsələn, vəhşi heyvan falan gəlib girər evə və anama xətər yetirir. Ağacda saxlayıram ki, özüm də arxayın olum ki, anam arxayın olduğum bir yerdədir. Deyir, yaxşı, bunu başa düşdüm. Bəs sən onu ilə danışdın, daha doğrusu o sənin qulağına bir söz dedi. O nə söz idi? Sən də amin dedin. Deyir, bəli, hər gün səhər gedəndə anamın xidmətində dayanıram, yedizdirirəm, içizdirirəm və nə sözü varsa, nə ehtiyacı varsa hamısını təmin edirəm, çıxıb gedirəm və qayıdan kimi də birinci işim budur ki, anamın yenə də xidmətində dayanım. Bu işləri hər gün səhər, axşam, günorta mən bu işlərin hamısını eləyirəm və hər dəfə də anam mənim qulağıma bir dənə söz deyir, dua eləyir. Və mən də amin deyirəm. Deyir, nə dua eləyir? Deyir, anam hər dəfə mən işimi tamamlayandan sonra deyir ki, oğlum, Allahdan istəyirəm ki, Allah səni mənə göstərdiyin bu xidmətin müqabilində Allah səni cənnətdə Musa Peyğəmbərlə qonşu eləsin. Deyir, mən də hər dəfə deyirəm ki, ilahi amin. Hələ bunu deyəndə, sözün bu yerinə çatanda Musa Peyğəmbər həmin zamana deyir ki, Allah sənin duavı qəbul eləyib. Hələ həmin o Musa mənəm. Mən Allahdan istədim ki, ilahi, behişdə mənim qonşum kimdirsə, onu bu dünyada məni tanıtdır. Allah da sənin ünvanını mənə göstərdi. Allah sənin dualarını qəbul edib. Neyin müqabilində? Anaya xidmət eləməyin müqabilində.